Mənzil sahibindən artıq ödəniş tələb olunur. Ödəmədiyi halda işığı kəsilir. Sumqayıt şəhər sakini Fərhad Mehralıyev iddia edir ki, yaşadığı binanın komendantlığı ondan rəsmi sənədlərdə göstəriləndən artıq kvadrat metrə görə kommunal ödəniş tələb edir. Vətəndaş şikayəti şəhərin Sülh prospektindəki 76-cı məhəllədə yaşayış kompleksinin birindəndir. İpoteka fondu tərəfindən kirayə mənzil üçün əldə etdiyi 81 kvadratlıq evə komendant tərəfindən 99 kvadratlıq müqavilə tələb olunur. Fərhad Mehralıyev deyir ki, satmaq öhdəliyi ilə kirayəyə verilən mənzillərdən birini alıb. Rəsmi sənədlərdə onun kirayə götürdüyü mənzilin sahəsi 81 kvadrat metr olaraq göstərilib. O, məhz bu sahəyə uyğun olaraq aylıq kirayə haqqını tam şəkildə ödəyir. Lakin buna baxmayaraq yaşayış kompleksinin komendantı və MTK rəhbərliyi vətəndaşdan 99 kvadrat metr sahəyə görə aylıq əlavə kommunal haqq tələb edir. Qardaş, biz mənzil almışıq, belə bir bəliyə düşmüşük. Ona görə də ki, qardaş, bizdən tələb eləyirlər ki, 99 kvadrat mənzil haqqını, işıq haqqını verməlisiniz. Sənəddə nə qədər görsəniz? Sənəddə 81 kvadratdır. Yəni sənəddə 81 kvadratdır. 81 kvadratdır. Biz də istəyirik ki, qardaş, bizim bu sənədlə bağlı, işimizlə bağlı işimizi yekunlaşdırarlar, düzəldərlər, nə lazımdır. İşlədiyimiz yerdə işığımız kəsirlər. Kim kəsir işığı? Yəqin ki, komendant kəsir də. Niyə kəsir ki? Deyir, qardaş, gəlib ödəməlisiniz, kreditinizi ödəməlisiniz, borcunuzu ödəməlisiniz. Ona görə də şeylər. Siz ödəyirsiniz də. Biz də vaxtında ödəyirik. Hələ ki, borcumuz yoxdur. Yəni bizim şikayətimiz budur ki, bizim işimizə baxılsın. Məsələ ilə bağlı Bağçalı Evlər yaşayış kompleksinin satış ofisinə yaxınlaşdıq. Lakin komendantlığından heç kəsi ofisə tapa bilmədik. Telefonlarımızı isə cavab verən olmadı. Çəkilişdən sonra MTK-nın komendantlığı məsələ ilə bağlı vətəndaşla əlaqə saxlayıb görüş üçün ofisə dəvət edib. Anlaşılmazlıq aradan qaldırılacaq deyə vətəndaşa məlumat verilib. Nizami Rəsulov, Sevinç Vaqif qızı, Xəzər xəbər.